Salam, hörmətli izləyicilər. Bildiyiniz kimi 70 il ərzində mövcud olmuş Sovet İttifaqına müxtəlif vaxtlarda müxtəlif şəxslər rəhbərlik etmişlər. Belə rəhbərlərdən biri də Yuri Andropov idi. Nəzərinizə çatdırım ki, Yuri Andropov 1982-1984-cü illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi vəzifəsində çalışmışdır. Bu vəzifəyədək o SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışmışdır. Yəni 1967-1982-ci illərdə DTK-nın sədri vəzifəsində çalışmışdır. Onun DTK-nın sədri vəzifəsində çalışdığı dövrdə əsas işi deməli dissidentlərə qarşı mübarizə aparmaq olmuşdur. O da bilirsiniz ki, dissident dedikdə bir dövlətdə yaşayan, lakin həmin dövlətin deməli qayda qanunları ilə apardığı siyasətlə razılaşmayan şəxslər nəzərdə tutulur. Həmin şəxslərin özlərinin ideyaları, özlərinin proqramları olur. Həmin şəxslər hətta ictimai yerlərdə bunu büruzə verməkdən deməli çəkinmirlər. Beləliklə də Andropov hakimiyyətə gəldikdən sonra yeni iqtisadi islahatlar aparmağa başladı. Onun hakimiyyətə gəldiyi vaxtda bildiyiniz kimi SSR-də korrupsiya və rüşvətxorluq halları baş alıb gedirdi. O yeni bir iqtisadi sistem gətirmək istəyirdi. Ölkədə sosial-iqtisadi problemləri həll etmək istəyirdi və o cümlədən də gəncləri irəli çəkmək istəyirdi və fabrik və zavodların özünü idarə etmə sisteminə keçməyə çalışırdı. Bu da artıq deməli kapitalizmin bir bünövrəsini qoymaq kimi bir işidir demək olar ki, və onun əsasən də planlarından biri deyildiyinə görə Rusiya, Qazaxıstan və Ukraynanın çıxmaq şərti ilə, yəni bu üç respublika istisna olmaq şərti ilə yerdə qalan digər deməli respublikalardan 40 ştat yaratmaq, yəni 40 ərazi vahidinə bölmək, eyni əhali sayı, eyni təbii ehtiyatlar, eyni imkanlar olmaq şərti ilə 40 ərazi vahidinə, ştatlara bölmək planı idi ki, bu plan deməli ən sonda həyata keçirilməli idi, lakin onun ömrü deməli çatmadı. Cəmi 15 ay hakimiyyətdə qaldı, böyrək xəstəliyindən dünyasını dəyişdi. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.